Amma bu bəla deyil. Bunun səbəblərini siz soruşsunuz, mən deyəcəyim. Bunun səbəblərin birincisi bizə Rusiya mane oldu. Bax, biz Rusiyadan azad olduq. Azad olanda mane olduq. Sonra Tehran rejimindən azad olanda o da bizə mane olacaq. Şimdi pis yaşaq, bizə desinlər ki, sizin azadlığınız bax bu oldu. Bəli, keçmişdə yaxşıydınız. Bəli, indi əziyyət düşdü. Və yaxud deyək ki, bizi, mənim yadımdadır, hələ ilk azadlıq başlayanda meydanda ki, mitiklər keçirildi. Nə bilim, qaldıq bir 10 gün, 15 gün orada hamı bilir bunu, 17 gün. O, Ruslar gecə bizi döyəndə, o dəyənəklərini qaldırıb başımıza vururdular. Hamımızın da, yəni də baxmırlar, arvad, uşaq, böyük, kiçik. Deyirlər ki, Rusça belə deyirlər, Nava Svoboda, Navam Svoboda, sizə budur, azadlığınız budur, azadlığınız budur. Sonra üstündə çıxırlar, Turku, Tatarı, sizə azadlıq olmaz. Bu cür deyil. Yəni, bu gün də məsələyə, bax, həmin o Rus şovinistinin gözü ilə baxılır, dəyənək gözü ilə baxılır ki, al sənin azadlığı. Böyle azadlıq budur. Azadlıq hələ, mən o zaman sonra deyirlər ki, bizi döyürlər deyincə bu azadlıqdır da, məsələn, həbsxanaya apardılar, dedilər ki, bəs bizi döyürlər, dedilər ki, bu azadlıqdır. Dedim, elə yaxşıdır, gülləliyirlər deyirlər, azadlığız bu deyil. Nə qədər bizi Təbrizli hərəkatında, Sataxançıda nə qədər gülləliyirlər, Xiyaban hərəkatında nə qədər gülləliyirlər, Pişəvər hərəkatında nə qədər gülləliyirlər, amma millətin azadlığı olmasıdır. Məsələnin birinci mahiyyəti budur. Biz çox tanrısını sevinirik ki, bizim xalqımızın azadlıq ruhu sınmayıb. Mən 61-ci ildə geçmiş bir müsavat hökumətinin, Azərbaycan müsavat hökumətinin bir təhlükəsizlik xidmətinin adamının 61-ci ildə Türkiyədə olub, gedib orada qalıb, orada ölübdür, 64-də ölübdür, 61-də bir yazısını oxumuş. O kitabda belə bir yazı var. Məni çox təsir edən amildir. Bütün dünya bilsin ki, Azərbaycan türkünün azadlıq istəyi din vurğusu qədər, Allah vurğusu qədər, Allah sevgisi qədər müqəddəsdir. Bunun içindən bunu heç kim ala bilməyəcək. Mənim bu nacizə bədənim ola bilsin ki, bu həsrətli gözlərim və nacizə bədənim o günləri görməsin. Amma o günlər gələcək. Bu millət budur, bu xalq budur. Biz bir peyğəmbərانə ifadə. Zaman gəldi, 61-ci ildə Sovet hüküməti gürgürgürüldür, dünyanı dağıdır. Amerika qorxunç gedir, Sovet hükümetindən. Yığıbdır, raketlərini doldurub Avropaya. Almanya titriyir. Kimin nə səsi var? Bir Azərbaycan türkü bunu yazır. Ki, belə olacaq. Gəldi də belə oldu. Və biz onların davamçılarıyıq. Mən də, Əjdər bəy də və yaxud o birisi yoldaşlarım da, qardaşlarım da bu yolda olacaq. O böyüklərin, Məhəmməd Əminlərin, Franların ideyasını daşıyacaq. Onlar deyən düz çıxır. Biz deyən də düz çıxacaq. Çünki biz onların şahidləriyik. Biz səhv ora-bura baxmırıq. Buna görə də bu iqtisadi məsələlər müəyyən çətinlikdir. O isə bizim səriştəsliyimizdir. Çünki Sovet sistemində iqtisadiyyat yoxdur. Yazırlar Sovet iqtisadiyyatı. Dünyanın ən böyük bu saat iqtisadiyyatçılar deyir ki, Sovet iqtisadiyyatı olmuyor. Qaçıq bir şey olmuyor. Adı olmuyor Sovet iqtisadiyyatı. Elə bir iqtisadiyyat ümumiyyətlə olmuyor. Ümumiyyətlə, siyasi iqtisad elmi olmuyor. Bizə siyasi iqtisad elmi göstərir, oxudur. Siyasi iqtisad elmi olmuyor. İqtisadi siyasət var, siyasi iqtisad yoxdur. Biz siyasi iqtisad oxuduqda o da yoxdur, boş bir elm. Yəni, bundan biz nə qura bilərdik? Xalqımız nə qura bilərdi? Ümumi təsərrüfatıdır. Gəldi bu təsərrüfat gəlir dağıla, geçən şəxsi təsərrüfata, xüsusi təsərrüfata, ya özəl təsərrüfata, özəlləşdirə, filan. Buna görə də müəyyən qədər, bax, birincisi, hələ bizim təcrübəsizliyimiz imkan verməmişlər bir siyasi xadim kimi insanlarımız yetişsin, iqtisadiyyatçılarımız yetişsin, alimlərimiz yetişsin. İkinci cəhətdən də müəyyən qədər o böyük, ümumi təsərrüfatdan, geniş məsələ təsərrüfatdır. Güneydə bundan asan da olacaq. Çünki Güney Azərbaycanda özəl təsərrüfatdır. Sonra islahatlar aparmaq olar. Amma bizə tamamilə sosialist iqtisadiyyatıdır. Sosialist, yəni deyilən iqtisadiyyatda ümumi kolxoz, kusakoz. Bunu keçirəndə özəl təsərrüfata çox ağırdır. Yəni biz civanırıq, düzdür, bacarımız olmuşdur. Bir də bizi hərbə saldılar. Rus imperiyası bizim azadlığımızı görüb, İran şovinizmi ilə birləşdi, Erməni böyük mafiyası ilə birləşdi, dünya diasporası ilə birləşdi və bizi saldı məngəniyə və ardıcıl bizi müharibəyə cəlb elədi. Bizim deyik, Güneydə müharibə olmuşu, bir şey eləmişik. İndi məsələn ki, Rusiya Güneyi daha müharibəyə cəlb edə bilməz.
Ermənistan güneyi cəlb edə bilməz. Heç kim cəlb edə bilməz. O öz işini quracaq. Məsələ deyil. Buradan da təsəvvür eləyin ki, bizim bütün, çoxdur yəni, bu sizin sualınız çox ağır sualdır. Buna gəlib bir uzun müddət, 1 saat məsəl üçün yazılı cavab versən, tez bunu oxuyasan. İnşallah gələcəkdə bu problemlər çözülərdə, mən qədər Azərbaycanın vəziyyəti üzərində inanın ki, mən inanırım ki, 2 ilə 2000 Azərbaycanın bu iqtisadi ağırlıqları güncülləşəcək. Hə, belə olacaq, yəni, bu başqa yolu yoxdur. Siz ümumi dünyada Vahid Azərbaycan məfkurasının liderlərindən hesab olunursunuz. Belə hesab edək ki, Güney Azərbaycan azad oldu. Onda Güney Azərbaycan azad olsa, oradakı durum necə ola bilər? Yəni, Farslardan ayrılma, ümumi Güney Azərbaycanın azadlığı necə görürsünüz? Birinci, çox sağ olun, birinci sualınızda, ikinci sualınızda bir dəfə dediniz ki, çox məşhur adam, indi deyirsiniz ki, böyük lider, mən yox, mən sadə bir əskərliyimi yer yedirirəm. Mən siyasətin bir əskəriyəm və millətimin bir əskəriyəm. Millətimin bir siyasi əskəriyəm, deyək belə, biraz siyasi əskəriyəm. Məsələnin o, ancaq baxışda mənim ki, mənim qədər bir tarixçi olduğum üçün, uzun müddət sosiologiya ilə məşğul olduğum üçün, o 10 illərlə, 20 illərlə millətin problemi ilə məşğul olduğu üçün, müəyyən məsələlər, kitablardan oxuduğum kitabların əsasında müəyyən məndə fikirlər yaranır. O fikirlər onda yaranır ki, Azərbaycanın güneyi hökmən azad olacaq. Niyə? Niyə azad olmalı? Bu istəmirmi? İstəyir. Və niyə vermirlər? Yəni, necə olur azad olunur? Xalq qalxıb 1908-1911-12-ci illərdə Səttarxanın başlığı altında o 5 əkilində bulmuşum. Belə. Onun, məsələn, deyək ki, çox sağ olsun, Əjdər bəy gətirdi mənə deyəsən, dünən göndərdilər, Əjdər bəy burada olanda gəldi. Səttarxan, bu bir simvoldur. Səttarxan ümumi sərdarı millidir. Yəni, bütün Azərbaycan türklərinin böyük sərdarı millisidir. Balxanda saları milli. Yəni, millət gücünü toplayıb azad olur. Azadlığı qoyub meydana və İranda parlament yaradır. Ən göz azadları İranın parlamenti yaradır, əncümən yaradır, filan. Kim mani olur? Farsları buna güc çata bilərdi mi? Yox. O zamanki Qacar rejiminin buna güc çatardı mı? Yox, şah qaçmışdı. Şah qaçmışdı. Güc çatmadı. Qacar rejimində güc çatmadı. Və kim öyle daxırda? Rusya ilə Britaniya imperiyası, dünyanın 2 böyük imperiyası. Gəldi Azərbaycanın üstünə, bunu boğdu, hərəkatımızı boğdu, azadlığımızı boğdu. Bu zamanda bu 2 imperiyanın qabağını nəinki Azərbaycan, Almaniya kimi ölkə dura bilmirdi. İspaniyanı vurub darmadan edirdilər. Avstriya, Macaristan darmadan. Buradan yəni nəhəngdilər də, bunlar elə belə ki, dövlətlər deyildi ki, bunların qabağında dura bilsin. Sonra geçti. Tez bir fasilə verməmiş millət öz gücünü topladı. Azərbaycanın quzeyində Müsavat hökuməti yarandı, Məhəmməd Əminin başlığı altında. Üstündən biraz keçməmiş, güneydə Xiyabanın başlığı altında Azadistan dövləti yarandı. Kim yaradır bunu? Bu Azərbaycan Türkü. Bunun əlindən dövlətin alırlar, azadlığını alırlar, təzədən qalxır dövlət yaradır. Təsəvvür edin, oradan arabası 1912-ci ildə Səttarxan hərəkatı yatırılıb. 18-ci ildə hərəkət qalxıb. Cəm o, deyək ki, orada 6 il, az bir müddətin içində, 6 il, 7 il keçməmiş xalq öz gücünü toplaya bilir. Bu xalqın daxili böyük azadlığa eşqi var və eyni zamanda daxili enerjisi var. Özünü toplaya bilir. Topladı, aldı. Gene kim gəldi, yıxdı? Britaniya imperiyası, Rus hökuməti, Fars hökuməti də, Fars hökuməti yarandı, Britaniya hökuməti yarandı. İranı dəstəklədilər, ora-bura, məsələ düzəltdilər, yıxdılar. Və yıxan kim idi, iştirak edən kim idi? Güya Qacarlar. Qacarlar getdi. Yerinə gətirdilər Quldur, Rıza xan. Yəni bu Rıza xanın özü də Rusiya ilə İngiltərənin birlikdə gətirdiyi adamıdır. Demək, məsələ nədir? Türk, Azərbaycan Türkünü azadlığa buraxmamaq, dövlət yaratmağa buraxmamaq. Böyüklərdir, gücümüz çatır. Gəldi, çıxartdı Pişəvəri hökuməti. Pişəvəri hökumətini kim yıxdı? Amerika, İngiltərə, Rusiya bir yerdə. Amerika, İngiltərə, Rusiya 46-cı ildə Pişəvəri hökumətini yıxanda Almaniya didik idi. Buyursunlar. Bizlərə hökumətimiz vardı, hökumətimiz yıxılar. Almaniya elə dedilər ki, Almaniyada heç bir hökumət satı qalmır.
Yəni bunlar böyük güclərdir. İndi niyə azad olmaq imkanı var? Nə üçün deyək ki, Xiyabanın hökumətinə, Pişəvər hökumətinə və yaxud deyək ki, Məhəmməd Əmin hökumətinə gücü çatan Rusiya bu gün bizə niyə çatmadı? Çünki o Rusiya deyir. O imperiya deyir. Getdi. Bəli. Britaniya imperiyası yoxdur. İkinci Dünya müharibəsindən sonra səhərdən çıxdı getdi. Yoxdur, Britaniya müharibəsində bizim müstəmləkələr dağıldı. İndi bu Azərbaycanın müstəqilliyini kim boğacaq? Hansı imperiya boğacaq? O imperiya yoxdur. Çin imperiyada boğa bilməz, bura gələ bilməz. Hindistan imperiyada bunu boğa bilməz. Avropa dövlətləri demokratikdir bu işə. Yəni, xalqı qan dəryasında boğa bilməz. Bizə mani ola bilərlər. Amma bir də var kütləvi qırmaq. 30 min birdən qırmaq, 50 min birdən qırmaq, 100 min birdən qırmaq. İndi 50 min, 100 min qırmaq mümkün deyil. Çox olsa 5-imiz onumuzu təzəcəyən tutub alacaqlar, Təbrizdə, həbsxanaya, gedək yataq. Onsuz da biz tuturuq, tuturuq. Və bəzən də belə bir fikir çıxardırlar ki, bəzən, mən məsələn oxudum mən bəzən dostlarımın yazılarını, xoşum gəlmir bəzi şeylər, amma onların da adını çəkmirəm. Bəzən deyir ki, sizdə, bir quzeyli deyir ki, sizdə, yəni cənubda. Və yaxud bir cənubda deyir ki, sizdə, nə sizdə? Sən deyirsən, ya Təbrizdə, deyir Bakıda, deyir Naxçıvanda, sizdə bizdə nə, mən başa düşmürəm, o mənə çatmır. Yəni, hələ biz o ümumi ruhumuz gəlib bir yerə toplanmıyor. Ruhumuz var, şuurumuz onu həll edir. Ümumi milli azadlıq ruhumuz var. Amma onu şuurlaşdırmamışıq. O isə bizim xidmətimizdir. O isə ziyalıların xidmətidir. O isə alimlərin xidmətidir. O isə dünya görmüş adamların, Avropada, İngiltərədə, Amerikada oxumuş, dünya mədəniyyətini bilən, dünya tarixini bilən adamların işidir. Ki, bunu gətirib şuur halına, gerçək şuurlaşdırsın bunu. Yəni, ruhu gücə çevirsin, şuura çevirsin. O asan olacaqdır. Mən demişəm, sözümdə üstə dururam.